21 yaşlı turist Amerika Birləşmiş Ştatlarının qərb sahilinə səyahət edərkən Los Ancelesdə keçmişdə təcavüzkarların və seriyalı qatillərin yaşadığı oteldə qalır və müəmmalı şəkildə yoxa çıxır. Təxminən 3 həftə sonra polis onun çılpaq cəsədini otelin damındakı kəndə tapır. Kanadalı tələbə Eliza Lamın 2013-cü ildə Kaliforniyada yoxa çıxması hekayəsi bütün dünyanı şoka saldı. Polis istintaqına media və blogerlər də qoşuldu. Onun məmalı ölümü ilə bağlı çoxlu sayda versiya irəli sürüldü. Bunlar arasında Elizanın psixoloji problemləri, oteldə yaşayan qaranlıq qüvvələrdən tutmuş, səlahiyyətlilər tərəfindən gizlədilən bioloji silahlara qədər müxtəlif variantlar mövcud idi. Bugünkü videomuzda sizə Amerikada yaşanan ən məşhur turist ölümlərindən biri barədə danışacağıq. Siz isə bizə dəstək olmaq üçün kanala abunə olub fikirlərinizi şərh bölməsində yazmağı unutmayın. Hazırsınızsa başlayaq. Liftdəki aşağı keyfiyyətli video görüntü paranormal hadisələrin baş verdiyi qorxu filminin başlanğıcını xatırladır. Görüntüdə qırmızı gödəkçə və qara şortikdə olan Eliza liftə girir, alt düyməni basır, küncə gedir və bir müddət orada dayanır. Maraqlıdır ki, həmin müddətdə liftin qapısı bağlanmır. Daha sonra başını liftdən çölə çıxardır, ətrafa baxır, sonra kabinə qayıdır və sanki kimdənsə gizlənirmiş kimi küncə sıxılır. Sonra bir neçə dəfə içəri girib çıxır. Onun hərəkətləri qeyri-təbii görünür, sanki kompüter oyununun xarakteridir. Bir müddət sonra Eliza gözdən itir və bu müddət ərzində liftin qapısı yenə bağlanmır, elə olduğu yerdə qalır. Bundan əlavə hadisələr daha da qarışıq şəkildə inkişaf edir. Gənc qız yenidən liftə girir və ardıcıl olaraq bütün düymələri basmağa başlayır. Sonra yenidən mərtəbəyə çıxır və qeyri-təbii hərəkətlərinə davam edir. Əllərini sanki cadu edirmiş kimi yelləyir və görünməz bir obyektə toxunmağa çalışır. O tezliklə yenidən yox olur, liftin qapıları isə yenə açıq vəziyyətdədir. Daha sonra isə liftin qapıları bağlanır və o başqa mərtəbəyə gedir. Bu video Elizanın son videosu olur. Bəs videoda həqiqətən nə baş verirdi? Əvvəlcə Eliza Lamın kim olduğunu öyrənək. 21 yaşlı Eliza Lam Kanadada yaşayan Çinli mühacir ailədə doğulmuşdu. Valideynləri Vancouver ətrafındakı Çin restoranının sahibi idilər. Lam Britaniya Kolumbiya Universitetində oxuyurdu. O valideynlərini Birləşmiş Ştatların qərb sahillərinə tək başına səyahət edə biləcəyini inandırır. Eliza həm də bloq yazarı idi və bloqunda yazdıqlarından belə qənaətə gəlmək olardı ki, özünü biraz çaşqın hiss edir. Dünya, ətraf aləmlə bağlı onu maraqlandıran suallara cavab tapmaq istəyir. Səfər zamanı Eliza bir neçə gün San Diego'da qaldı. Yanvarın 28-də isə Los Anceles'a gəldi. O, Kaliforniyada daha çox qalmaq niyyətində idi. Marşrutundakı son nöqtə isə Santa Cruz idi. Bu məqamda onun yoxa çıxmazdan bir neçə gün öncə bloqunda qeyd etdiyi cümlə diqqət çəkir. Notebookumun ekranı gələcəyimdən daha parlaqdır. Bu cümlə sanki 21 yaşlı gəncin bir neçə gün sonra yaşayacaqlarının carçısı olur. Polis məlumatlarında onun bir oteldə qaldığı, şəhərin görməli yerlərini gəzdiyi, hətta tok-şou çəkilişlərinə belə getdiyi qeyd edilirdi. O, Son Kitab adlı kitab mağazasına da baş çəkib. Bundan sonra otelə qayıdır və heç bir iz qoymadan yoxa çıxır. Gənc turistin itməsi böyük bir çaxnaşmaya səbəb olur. Lam ailəsi ilə sonuncu dəfə yanvarın 31-də əlaqə saxlayıbmış. Valideynlərinə hər gün zəng edəcəyi ilə bağlı söz verən gənc qızdan fevralın 1-də xəbər çıxmadığını görən ailəsi polisə müraciət edir. Bir dəfə bizə bir nəfərin yoxa çıxması ilə bağlı iş tapşırıldı. Kanadada olan gənc qız tək başına Kaliforniyaya gəlmişdi. Yadımdadır, oturub hansı variantların mümkün olduğunu müzakirə edirdik. Birincisi tapılmasını istəmir, öz iradəsi ilə qaçıb. Ola bilsin ki, o yanlış istiqamətə dönüb və Los Anceles'la tanış olmadığı üçün sadəcə itib. Əks halda isə bədbin ssenarilər üzərində dayanmalıydıq. Bu qeydlər işi araşdıran polis detektivi Tim Marshaya aiddir. Müstəntiqlər qızın son dəfə harda olduğunu tapmaq üçün ailəsi ilə əlaqə saxlayırlar və qaldığı o məşhur otelə gedirlər. Cecil Oteli 1924-cü ilin sonlarında Los Anceles'ın mərkəzində açılıb. Bu otel Hollywooddan yuxarıda yerləşən ən gözəl tikililərdən biri idi. Şəhərin fəal inkişaf etməyə başladığı bir dövrdə ora gələn iş adamları üçün tikilmişdi. Otel Böyük Depressiya illərində əvvəlki məşhurluğunu itirdi. Uzun müddət ucuz mənzillərə ehtiyacı olan, şübhəli keçmişi olan insanlar, narkotik satıcıları, fahişələr, təcavüzkarlar və hətta seriyalı cinayətkarlar üçün əsl sığınacağa çevrildi.
Bu şəxslərin otelə kütləvi axını səbəbilə bir müddət sonra otel pis nüfuza sahib oldu. Məsələ burasındadır ki, orada həqiqətən də dəhşətli hadisələr baş verirdi. Qonaqlardan biri 1931-ci ildə intihar etdi. Bir neçə il sonra başqa bir adam da eyni əməli təkrarladı. 1964-cü ildə oteldən 65 yaşlı göyərçin Goldi ləqəbli Goldi Ozgudun zorlanmış və cansız bədəni tapıldı. Oteldə ən dəhşətli hadisələrin yaşandığı dövr isə 1980-ci illərə təsadüf etdi. Həmin dövrdə qonaqlar tez-tez döyülür, təcavüzə uğrayır, qarət edilir. Bu da bəs deyilmiş kimi yuxarı mərtəbələrdən atılırdı. Sesilin ən məşhur qonaqlarından biri isə seriyalı qatil və gecə stalkeri ləqəbli sadist Richard Ramirez idi. O gecə saatlarında insanlara hücum edirdi. Polisin məlumatına görə Ramirez ən az 13 nəfəri xüsusi amansızlıqla qətlə yetirib. Daha sonra Ramirez onu fotorobotundan tanıyan qəzəbli bir izdiham tərəfindən yaxalanır. Orada işlədiyi illər ərzində minlərlə qonaq polisə zəng edirdi. Çünki köməyə ehtiyacları var idi. Sesilin keçmiş meneceri Amy Price deyir ki, 10 il ərzində otelin təxminən 80 qonağı həyatını itirib. 2011-ci ildə Sesil rebranding edilir. Binada Stay on Main adlı müasir gənclər yataqxanası açılır. Yataqxana üçün yeni şəxslər işə götürülür, xüsusi lobbi və mərtəbələr ayrılır. İki otelin qonaqları isə bir-biri ilə kəsişmirdilər. Yeri gəlmişkən, Kanadalı turist Stay on Main hostelində otaq sifariş edərkən Sesilin qorxulu hekayəsi ilə tanış deyildi. Çox güman ki, otağın ucuz olması və bir neçə yaxşı rey onun diqqətini cəlb edir. Sesilin keçmiş meneceri turistin 4 gün orada qalacağını demişdi. O 2 mərtəbəli çarpayısı olan bir otaqda qalıb. Sonradan məlum olur ki, gənc qızın oteldəki qonşuları onun qəribə davranışlarından giləylənirdilər. O yataqda kobud qeydlər buraxır və qapını açmaq üçün parol tələb edirmiş. Eliza fevralın 1-də oteldən çıxmalı idi. Amma bunu etmədi. Eliza Lamın itkin düşdüyünün elan verilməsindən sonra polis əvvəlcə otelin ətrafındakı cinayət bölgəsini araşdırmağa başlayır. İlkin şübhələr məhz burada suya düşür. Əgər o gecə çöldə tək olsaydı, asanlıqla kiminsə qurbanı ola bilərdi. Polislər onun oğurlanması versiyasının üzərində daha çox dayanırlar. Bu versiya özünü doğrultmur. Bu halda isə müstəntiqlər turistin qaldığı otelə üst tutur. Ancaq məlum oldu ki, otel işçiləri protokolun tələb etdiyi kimi artıq bütün şəxsi əşyaları xüsusi bir ambara aparıblar. Lam notebookunu, dərmanları, cüzdanını və paltarını otaqda qoymuşdu. Onun əşyalarını toplayan otel işçisi otağın səliqəsiz olduğunu söyləyib. Ancaq bu detallar cinayətə dair heç bir ipucu vermirdi. Hadisəni araşdıran polis dedektivi Marsha gedişatın heç də yaxşı sonluqla bitməyəcəyini hiss etdiyini deyir və əlavə edir ki, Lamın yoxa çıxdığı gecə son növbədəki bütün işçilərlə görüşüb və onlar tələbəni adətən otel qonaqları üçün qapalı olan otaqlarda gördüklərini deyiblər. Ondan hətta oteli tərk etməsi xahiş edilib. Ardınca liftə tərəf gedən qızı bundan sonra görən olmayıb. Polisləri çaşdıran məqam isə elə məhz liftdəki görüntülər olub. O videoda çox qəribə davranırdı. Lift kabinəsindəki görüntü Eliza Lamın yoxa çıxması ilə bağlı yüzlərlə sui-qəsd nəzəriyyəsinin ortaya çıxmasına səbəb oldu. Bir versiyada tükürpədici videoda sol alt küncdəki çərçivələrdən birində itkin qıza aid olmayan çəkməyə bənzər qaranlıq bir obyekt görüldüyü deyilir. Digər variant isə liftdə başqa birinin olması ilə bağlıdır. Bu onun Los Angelesdə tanış olduğu başqa bir turist ola bilərdi. Bu variantı dəstəkləyən məqam isə onun Birləşmiş Ştatlara getməzdən əvvəl bloqunda tanışlığa açıq olduğunu yazması olur. Maraqlıdır ki, hadisədən bir neçə gün öncə 27 yanvar tarixində o belə bir qeyd edir. Bu axşam gəzməyə gedirəm. Ümid edirəm ki, heç bir qəribəlik yaşanmayacaq. İşin ən tükürpədici tərəfi isə Eliza Lamın cəsədinin otelin damındakı çəndən tapılması olur. Lamın axtarışı zamanı mehmanxanada qonaqlar suyun aşağı təzyiqindən şikayətlənməyə başlamışdılar. Bəziləri suyun qara rəngli olduğunu və qeyri-adi bir dadı olduğunu iddia edirlər. Fevralın 19-da səhər Lamın cəsədi 4000 qallon həcmi olan su çənlərindən birində tapıldı. Onun cəsədini çıxarmaq üçün lazım olan avadanlıqlar yerləşdirilə bilmədiyi üçün su çənləri boşaldılmış və açıq şəkildə kəsilmişdi. Ekspertiza ilə onun ölüm səbəbinin boğulma olduğu müəyyən edilir. İyun ayında tam yayımlanan yarılma hesabatında Lamın cəsədinin çılpaq vəziyyətdə tapıldığı bildirilmişdi. Lift videosundakı geyindiyi geyim isə suda üzürdü. Saatı və otağın açarı da onunla birlikdə tapılmışdı. Lamın bədəni orta dərəcədə çürümüş və şişmiş idi. Qarnının üstü əsasən yaşımtılı idi. Fiziki travma, cinsi təcavüz və ya intihar barədə heç bir dəlil yox idi. Toksikoloji testləri qanı kifayət qədər olmadığı üçün natamam idi.
Qanında çox az miqdarda alkoqol mövcud idi. Hər hansı psixotrop dərman isə qəbul etməmişdi. Sirli hekayədə isə daha bir sual Lamın otelin damına necə çıxması ilə bağlı yarandı. Otelin işçiləri qızın bunu yalnız 2 yolla edə biləcəyinə əmin idilər. Yanğın pilləkənindən və ya otel qonaqları üçün qapalı bir siqnalizasiya qapısından. Tələbənin bu seçimlərdən hansını seçdiyi və öz istəyi ilə dama qalxıb qalxmaması da sirr olaraq qaldı. İstintaq Lamın necə öldüyünü müəyyənləşdirdi, amma su çəninə necə girdiyinə dair izahat verə bilmədi. Mehmanxananın damına gedən qapı və pilləkənlər kilidli idi. Əgər mehmanxanada yanğın təhlükəsi olardısa, bu zaman işçilər güvənilən bir şəxsə açarı verə bilərdilər. Lamın ölümündən sonra bir Çinli şəxs Lamda damın açarının olduğu mülahizəsini irəli sürmüşdü. Dama necə çıxmağından sonra su çəninə necə daxil olmağı internetdə böyük müzakirələrə səbəb olmuşdu. Çünki 4 su çəninin hamısı 4 metr uzunluğunda olan beton silindirləri idi. Cəsədi almaq üçün mehmanxana işçilərinin nərdivanla çıxmasına baxmayaraq, Eliza Lam nərdivandan istifadə etməmişdi. Həmçinin su çənləri qalın qapaqlarla qorunurdu. Lift videosundakı Lamın davranışı haqqında bəzi nəzəriyyələr mövcud idi. Bəziləri onun təqibçidən gizlənməyə çalışdığını, bəziləri isə sadəcə liftin aşkar nasazlığından əsəbləşdiyini söyləyirdi. Onun bloqunda ölümündən sonra belə yenilənmələr olurdu. Telefonu isə ölümündən sonra nə yaxınlığında, nə də mehmanxana otağında tapılmışdı. Bəziləri ölümündən bir müddət sonra telefonunun uğurlandığını ehtimal edirlər. Bloqundakı yenilənmələrin onun ölümü ilə əlaqəli olub-olmadığı da məlum deyil. Onu da qeyd edək ki, Eliza bipolyar pozğunluqdan əziyyət çəkirdi və müvafiq dərmanlar qəbul edirdi. Lakin o bir müddət sonra həb qəbulunu dayandırıb. Mütəxəssislərin fikrincə dərmanlardan imtina ilə xəstəliyin kəskinləşməsi yaşana bilər. Digər qızlarla olduğu otaqdakı qəribə davranışlarını da bu hal izah edir. Liftdəki anormal davranışlar da bu faktı təsdiqləyirdi. Onda əvvəllər də halüsinasiyaların olmasını bacısı da bildirib. Beləliklə, Eliza Lamın ölümü ilə bağlı rəsmi versiya psixi pozuntu səbəbilə yaranan qəza olaraq qeyd olunur. Lamın cəsədinin aşkarlanmasından 5 ay sonra məhkəmə ekspertizasının nəticələri dərc edildi. Məlum olub ki, o, narkotik vasitənin təsirində olmayıb. Yerində barmaq izləri və digər dəlillər tapılmadı. Mütəxəssislər turistin tək başına su çəninə dırmaşdığını bildirdilər və polis işi bağlı elan etdi. Maraqlısı budur ki, Elizanın ölümündən 4 il sonra Cecil otelinin də fəaliyyəti dayandırıldı. Bəs Elizanın qərq olduğu qaranlıq sular nəyi gizlətdi? Məhkəmə ekspertizasının nəticələri açıqlandıqdan sonra ictimaiyyət bu cavabdan qətiyyən razı deyildi. Bəziləri ən ağla gəlməz təxminləri söyləməyə davam edirdi. Hətta gənc qızın hekayəsi ilə 2005-ci ildə çəkilən Qaranlıq Su filminin qəhrəmanı arasında paralellər aparanlar da tapıldı. Diqqət çəkən məqam bundan ibarətdir ki, filmin ssenarisinə görə keçmiş ərini unudub, qızı ilə yeni həyata başlamağa çalışan bir qadın Nyu-Yorkdakı xarab olmuş evə köçür. Hər Hollywood filmində olduğu kimi, burada da bir müddət sonra anlaşılmaz hadisələr baş verir. Dəhşətli səslər, tavandan axan su sızıntıları, krandan gələn qara su. Bu da bəs deyilmiş kimi, qadının qızı Natasha da görünməz dostundan bəhs etməyə başlayır. Və əlbəttə ki, personaj qorxu film klişelərinin əksinə olaraq bu evdən getmək yerinə orada qalır və bu paranormal hadisələrə cavab axtarmağa başlayır. O tavandakı ləkədən yola çıxaraq eyvana qalxır və qızı Natashanın xəyali dostunun cəsədini su çənində tapır. Film Eliza Lamın faciəli hekayəsindən 8 il öncə ekranlaşdırılsa da, bəzi detektivlər hansısa axmağın bu filmdən təsirlənərək Elizanı qətlə yetirə biləcəyini deyirdilər. Hadisələrin inkişafının bir başqa ssenarisi isə cinayəti vaxtı ilə otelin qonaqlarından biri olan morbid təxəllüslü Meksikalı metalist Pablo Vergara'nın törətməsi ilə bağlı idi. Musiqiçi sosial şəbəkələrdə təhqir olunur, ona təhdid mesajları göndərilir. Sonda o video müraciətlə ictimaiyyətə 2012-ci ildə Cecildə istirahət etdiyini və bir il sonra videonu yayımladığını izah etməli olur. Gənc qızın ölümü ilə bağlı ən absurd versiya isə onun əslində turist deyil, Los Angelesa evsizləri yoluxdurmaq və azaltmaq proqramı çərçivəsində göndərilən bioloji silah olması ilə bağlı olur. Güya ki, o həqiqət heç kimə deməsin deyə ortadan götürülüb. Onun ölümünün ətrafında söz-söhbətlər beləcə uzun müddət davam etdi. Hər kəs isə hadisənin gerçək mahiyyətini unutdu. Eliza sadəcə arzular ölkəsinin ən parlaq şəhərlərindən birində maraqlı vaxt keçirmək istəyirdi. Niyyəti dünyanı kəşf etmək olan gəncin həyatı isə ucuz bir otelin damındakı su çənində sonlanır. Eliza heç vaxt arzularını gerçəkləşdirə bilmədi. Böyük həvəslə çıxdığı ilk müstəqil səfəri sonuncusu oldu. Ölümü isə bugünə qədər də cavabsız qalan bir çox sual doğurdu.
Növbəti videomuzun sonu. İzlədiyiniz üçün təşəkkür edirik.